Salam, Azadlıq Əlayeva baxırsınız. Bugün nələrdən danışırıq? Əvvəlcə anonslar. Qarabağdakı Türkiyə-Rusiya birgə monitorinq mərkəzi niyə susur? Ümumiyyətlə, mərkəz nə işlə məşğuldur? Ermənistan Putinin ən qatı tərəfdarlarını öz ərazisinə buraxmadı. Və qəpik quruşa işləyən məktəb psixoloqları, onlardan keyfiyyətli iş gözləməyə dəyərmi? Bugün oktyabrın 26-sında Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib ki, ilin sonunacan Azərbaycanla sülh sazişinin bağlanmasını istərdi. Paşinyan deyib ki, bunun üçün əlindən gələni eləyəcək. Baş nazirin sözlərinə görə sülh sazişinin imzalanmasına qədər sərhədlərin delimitasiyası məsələsinin yekunlaşacağına ümid eləyir. Paşinyan deyib ki, Praqada delimitasiyanın 1991-ci ilin sərhədləri əsasında aparılması razılaşdırılıb. Baş nazir hesab eləyir ki, bu real bir gözləntidir. Çünki 1991-ci ilin sərhədləri aydındır. Oktyabrın 31-də isə Rusiya prezidenti yenə də Azərbaycan və Ermənistan rəhbərlərini bir araya gətirəcək. Amma görüş öncəsi Ermənistan Putinin ən qatı tərəfdarlarını öz ərazisinə buraxmayıb. Bir vaxtlar Azərbaycanın ermənipərəst sayıb ölkəyə girişini yasaqladığı Rusiyalı deputat Zatulin indi Ermənistanda arzu olunmaz şəxsə çevrilib. Ətraflı Azadlıq Radiosunun erməni xidmətinin hazırladığı reportajda. Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Ermənistana səfərinin arzu olunmaz olması təsdiqlənib. Azadlıq Radiosu erməni xidmətinin yazdığına görə Ermənistan parlamentinin üzvü Rusiyalı deputata belə bir məktub göndərildiyini deyib. Zatulin də özünün Telegram kanalında Ermənistan parlamentinin bununla bağlı rəsmi məktubunu dərc edib. Məktubda deyilir ki, Zatulinin Ermənistan haqqında bəyanatları iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına xələl gətirir və bu baxımdan onun Ermənistana səfəri arzulunmaz hesab olunur. Azadlıq Radiosunun erməni xidməti yazır ki, Zatulin Yerevanda Rusiya və erməni xadimlərindən ibarət Lazarev klubunun görüşünə qatılmalıymış. İqtidar yönlü deputat, baş nazir Paşinyan ailəsinin üzvü Hratsiya Akopyan deyir ki, Zatulinin Ermənistanla bağlı son bəyanatları qəbul edilməzdi. Hansısa bir xarici ölkə vətəndaşını, xüsusən də məmurun hansısa formada bizim daxili siyasi həyatımıza, daxili işlərimizə qarışmasına nəyə görə imkan verməliyik? Խառնվի մեր ներքաղաքական կյանքին, մեր ներքաղաքական գործերին. Bu qalmaqaldan yazan Haykakan Jamanak qəzeti qeyd edir ki, Rusiyalı deputat indiki Ermənistan rəhbərliyini 44 günlük müharibədə məğlubiyyətə görə tənqid edib. Ölkənin daxili işlərinə qarışıb və baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Azadlıq Radiosunun erməni xidməti yazır ki, Zatulin təxminən 2 həftə əvvəl Yerikir media saytına müsahibəsində Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizinin mümkünlüyünə toxunarkən deyib ki, bu sənədi Paşinyanın özü imzalayıb və sual edib ki, baş nazir ona imza atanda nə düşünürdü? Ermənilər bu sualı nəyə görə Rusiyaya ünvanlayırlar? Belə bir şərti sizin baş naziriniz imzalayıb. Deputat Hratsiya Akopyan parlamentin Zatulinə reaksiyasını məqsədə uyğun sayır. Այլ երկրի քաղաքական գործիչը, այսպես ասած, Əgər başqa ölkənin siyasətçisi bizim daxili siyasi həyatımıza qarışıb, məsələn, baş nazirin istefaya getməsi ilə bağlı bəyanatlar verirsə və ya digər daxili siyasi məsələlərə qarışırsa, hesab edirəm ki, bu addım gözlənilən və məqsədə uyğun idi. սպասելի էր եւ տեղին։ Azadlıq Radiosunun erməni xidməti yazır ki, Ermənistan parlamentinin reaksiyası Rusiyalı deputat üçün gözlənilməz olub və o bunu təhqiramiz hesab edir. Zatulin hesab edir ki, bu addım Ermənistan hakimiyyətinin yeni kursundan xəbər verir. Yeri gəlmişkən, Russia Today media orqanının rəhbəri Margarita Simonyan da bu arada özünün Telegram səhifəsində onun da Ermənistana girişinə qadağa qoyduğunu yazıb. Amma o bunun təfərrüatları barədə heç bir açıqlama verməyib. Bütün bunlar bu ayın sonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderlərini qəbul edəcəyi üç tərəfli görüşdən əvvəl baş verir. Konstantin Zatulini Azərbaycanda persona non grata elan edib. Hələ 2010-cu ildən. Rəsmi Bakı Zatulini ermənipərəst bəyanatlar verməkdə, Xankəndinə Azərbaycandan icazəsiz səfər etməkdə ittiham edib.
Qarabağ ərazisində atəşkəsi qorumaqdan ötürü Ağdam rayonunda 2 ilə yaxındır ki, Türkiyə-Rusiya birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Bəs bu müddət ərzində bu mərkəz funksiyasını necə yerinə yetirib? Fəaliyyəti effektiv sayıla bilərmi? 2 il əvvəl 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, bölgədən tez-tez atəşkəsin pozulmasına dair məlumatlar gəlir. Bu müddət ərzində hər iki tərəfdən itki və yaralılar olub. Tərəflər bir qayda olaraq buna görə bir-birlərini günahlandırırlar və adətən atəşkəsin pozulmasına dair məlumatları, bu yöndə bəyanatları tərəflərin müdafiə nazirlikləri və Rusiya Müdafiə Nazirliyinin sülh məramları yayır. Baş verənlərə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin münasibəti, həmin olaylarla bağlı hər hansı qərar qəbul edib addım atması barədə ictimaiyyətə hər hansı açıqlama verilmir. Bu günlərdə isə Türkiyə hərbçilərinin Azərbaycanda yerləşdirilməsinə dair mandatın uzadılması Türkiyə Böyük Millət Məclisinə təklif olunub. Siyasi şərhçi Şahin Cəfərli deyir ki, heç bir məlumat, hesabatlıq yoxdur deyə bu mərkəzin 2 ildə hansı işi gördüyünü ictimaiyyət bilmir. Daha çox formal xarakter daşıdığı düşünülür. Sanki Türkiyə və Rusiya arasında bir hansısa koordinasiyanı əlaqələndirməni, bu regionda bu iki dövlətin maraqlarını sanki uzlaşdıran bir mexanizm, mərkəz kimi buna baxmaq olar. Yəni qeyri-rəsmi olaraq iki dövlətin Azərbaycanda maraqlarının uzlaşdırılmasına yönəlmiş bir təşəbbüs. Bu mərkəz Türkiyə hərbçilərinin Azərbaycandakı mövcudluğunu rəsmiləşdirən, legitimləşdirən mexanizmlərdən biridir. Yəni bu şəkildə ancaq bəlkə faydasından danışmaq olar, amma yəni bu mərkəz tutaq ki, sabah olmasa Azərbaycan heç nə itirməz. Yəni bunu qeyd edək. Hətta ötən aylarda bir foto yayılmışdı. Türk əsgərləri ilə Rus əsgərləri nerede oynayırlar? Yəni bunun başqa bir fəaliyyətindən bağlı biz hər hansı bir nə açıqlamaya rast gəlmişik, nə də hansısa bir vizual materiala rast gəlmişik. Yəni sadəcə ora adı var və orada müəyyən sayda Türk və Rus hərbçiləri fəaliyyət göstərir. Başqa da hər hansı bir müsbət və ya mənfi fəaliyyət yoxdur. Şahin Cəfərliyə görə bu mərkəz o zaman faydalı olardı ki, Qarabağda atəşkəs pozulmalarının qarşısını alan bir mexanizmə və real səlahiyyətlərə sahib olardı. Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin adı Beynəlxalq Böhran qrupunun ötən il regionla bağlı hesabatında da keçirdi. Qurum qeyd edirdi ki, mərkəzin hər gün işə saldığı dronlar təmas xəttindəki vəziyyəti izləyirlər. Atəşkəs pozularsa, Rusiya hərbçiləri dərhal Ermənistan və Azərbaycanın müdafiə nazirliklərini, Türkiyə tərəfi isə yalnız Azərbaycan tərəfini məlumatlandırır. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü millət vəkili Arzu Nağıyev də Turan İnformasiya Agentliyinə deyib ki, sözü gedən mərkəzin əsas funksiyası baş verənlərlə bağlı elə hər iki ölkənin rəhbərliyini məlumatlandırmaqdır və onların regionda varlığı zəruridir. Bizim üçün əsas fakt odur ki, 10 noyabr sazişinin maddələrinin yerinə yetirilməsi ilə bağlı məruzələri yüksək səviyyəli siyasi rəhbərliyə məhz onlar edir. Pilotsuz uçan aparatlar vasitəsilə də sülhməramlı qüvvələrin hərəkətlərinə nəzarət var. Düşünürəm ki, indi regionda elə vəziyyət yaranıb ki, təkcə onların açıqlaması ilə problem həll olunmur. Bugün söhbət delimitasiya, demarkasiyadan, sülh müqaviləsinin imzalanmasından gedir. Lakin onların da regionda olması bir mənalı şəkildə lazımdır, zəruridir. Çünki onların orada olması həm də Türk kontingentinin ərazidə olması deməkdir. Millət vəkili mərkəzin, xüsusilə də regionda Türk əskərlərinin varlığını vacib saysa da, Beynəlxalq Böhran qrupu da ötən ilki hesabatında yazırdı ki, cəhbə xəttində qarşıdurma yaranarsa, onların buna necə reaksiya verəcəkləri qaranlıqdır. Xüsusən də vurğunu Rus sülhməramlıların üzərinə vuraraq qurum hesabatında qeyd edirdi ki, atəşkəs razılaşmasında onların missiyası dəqiq göstərilməyib. Türkiyə Silahlı Qüvvələrində xidmət etmiş keçmiş hərbçi, hərbi ekspert Muhammed Kemaloğlu isə düşünür ki, konkret Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin daha effektiv fəaliyyətinə, ictimaiyyətə açıq olmasına Rusiya tərəfi mane olur. Her şeyi Rusya koordine ediyor. Yani burada Azerbaycan ve Türkiye'nin çok büyük bir rolünün olduğunu düşünmüyorum. Hatta Avrupa'yı da dışlıyor Rusya bu noktada. Fransa'yı da dışlıyor, Amerika'yı da dışlıyor. Yani Minsk grubunu da çok fazla sistemin içine dahil etmiyor. Rusya yani orada bir Ukrayna oluşturmaya çalışıyor diyelim aslında. Kendisinin orada bir vazgeçilmez bir üssünün olmasını istiyor. Belki yakında ileride orada da de facto Rusya'ya bağlı bir yapı da oluşturabilir.
Rusiya 2020-ci il müharibəsinin ardınca Azərbaycanın Qarabağ bölgəsinə sülh məramlı yeridib. Hazırda tərəflər arasında sülh sazişinin imzalanmasına Rusiya ilə yanaşı Avropa İttifaqı da vasitəçilik edir. Bu günlərdə Moskva, Brüsseli nəyin bahasına olursa olsun Azərbaycan-Ermənistan tənzimlənməsinə soxulmaq cəhdində ittiham edib. Azadlıq Əlayev davam edir. Son illər orta məktəblərdə artan bullying hallarının fonunda bir qayda olaraq həm də məktəb psixoloqları qınanır. İddia olunur ki, bu onların fəaliyyətsizliyi, qeyri-peşəkarlığı ilə bağlıdır. Psixoloqların özləri isə növbəti reportajımızda qəpik quruşa çalışdıqlarını deyirlər. Psixoloq da bir normal bir insandır da. Bunun rifah halını düşünmək lazımdır. Azərbaycanda şagirdlər arasında bullying, gözümçıxdıya salma, intihar həddinə çatdırma kimi hallar barədə mediada məlumatlar tez-tez yayılır. Belə hadisələr baş verəndə məktəb psixoloqları da sərt tənqidlə üzləşir. Amma 30 ildir məktəb psixoloqu işləyən Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin sədri Famil Səfərov bildirir ki, psixoloqların fəaliyyətini sorğulamazdan əvvəl onların problemləri də yada salınmalıdır. 2019-cu ildə dekabr ayının 25-i, 27-si arası diaqnostik qiymətləndirmə keçdi. Yüksək nəticələr göstərdilər və yanvar ayında da Təhsil Nazirliyi bu nəticələri təsdiqlədi və psixoloqların əmək haqları diaqnostik qiymətləndirməyə o vaxtdan bu günə qədər nəticələrini uyğunlaşdırdı. Baxmayaraq ki, ortada prezidentin fərmanı var, Nazirlər Kabinetinin qərarı var, nazirin özünün əmri var, yanvar ayında təsdiq edib və artırılması haqqında qərar verir. Və bu artıq 3 ildir bu ortada olmağına baxmayaraq, deməli 3500-ü keçən sayda olan insanların əmək haqları artırmaq haqqında heç söhbət getmir. Famil Səfərov deyir ki, Misir Mərdanov nazir postundan gedəndən sonra onu əvəzləyən nazirlərin hamısı psixoloqlara qərəzli yanaşıb və görməzdən gəlib. Məktəbdə psixoloji xidmətin səviyyəsindən əgər narazılıq varsa, bunda da yenə Təhsil Nazirliyi günahkardır. Çünki illərdir məktəbdə fəaliyyət göstərən psixoloqları heç bir təlimə cəlb eləmirlər bura. 2022-ci ilin sentyabrında Səfərov da daxil olmaqla 800-ə yaxın məktəb psixoloqu bu sahədəki problemləri özündə əks etdirən məktubla başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla aidiyyatı qurumlara müraciət edib. Onlar məktubda maaşlarının artırılması, müvafiq otaq və müasir tələblərə uyğun avadanlıqlarla təchiz edilmələri, təhsildə psixoloji xidmət işinə metodiki rəhbərliyi həyata keçirən şöbə və bundan bəhs edən əsasnamənin hazırlanması tələblərini yazıblar. Lakin nə bu ilki, nə də eyni məzmunlu əvvəlki müraciətlərə cavab verilir. Rəsmi məlumata görə hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində 3000-dən çox psixoloq çalışır. Bu şəxslərin bir qismi isə ixtisas artırma ilə gəlib. Bakı şəhər təhsil idarəsinin tabeliyində olan 311 ümumi təhsil müəssisəsində rəsmi olaraq 291 məktəb psixoloqu çalışır. 20 məktəbdə isə çalışan psixoloqların bir qismi müqavilə ilə işləyir. 2 ildə məktəb psixoloqu kimi çalışan, adını anonim saxlamaq istəyən Məhərrəmova Azadlıq Radiosuna deyir ki, çatışmazlıqlar gənclərin bu işə sevgisini azaldır. Əmək haqları 300-400 manat arasıdır. Təcrübə artdıqca qalxır. Amma elə duruma gətiriblər ki, 3-5 ay işləyib hamı qaçır bu sahədən. 1989-cu ildə hazırlanan psixoloji xidmət haqqında köhnə əsasnamə var idi. 1990-cı illərdə Azərbaycan dilinə tərcümə olunmuşdu. Həmin əsasnamə 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən kollegiya qərarı ilə ləğv olunub. Hazırda Azərbaycanda məktəb psixoloqlarının işini tənzimləyən əsasnamə yoxdur. Təsəvvür edin ki, gözləyirik hansısa müəllim dərsə gəlməsin, biz də onu əvəz eləyək və uşaqlarla danışaq. Elm və Təhsil Naziri Emin Əmrullayev 800 psixoloqun müraciətini cavabsız qoysa da, bir ay əvvəl brifinqdə bu məsələyə toxunub. Deyib ki, o psixoloqların əmək haqqının qalxması psixoloji xidmətin mahiyyəti və mexanizminin dəyişməsindən sonra baş tutacaq. Məndən soruşursa, yəni məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişməlidir ki, biz əmək haqqı sisteminə də yenidən baxa bilək. İndiki mərhələdə bu yalnız ayrı-ayrı adamların əmək haqqı sualıdır ki, bizim əmək haqqımız niyə artmadı? Amma məktəbin daxilindəki psixoloji xidmətin keyfiyyətinin artması sualı deyil. Başa sözü nə demək? İkincisi, olmalıdır ki, birinci baş versin. Lakin nə nazirin özü, nə də Elm və Təhsil Nazirliyi mexanizmi necə dəyişmək olar sualına cavab verməyib. Milli Məclisdə bu il müzakirə olunacaq məsələlər arasında məktəb psixoloqları barədə məsələnin olub-olmayacağı bəlli deyil. Bugünlük bu qədər. Sağ olun, azadlıqda qalın.